burada həqiqətən də yoldaşların da böyük rolları var. Yəni bunlar o boşanmaya gəlib çıxırlar, çünki ailədə bir dəstək yoxdur. Qadın işdən gəlir, yenə bişirir, düşürür, uşağın məktəbi, dərsi, tərbiyəsi. Düzdür, biraz burada həmfikir deyiləm möhtərəm Saydıq xanımla, çünki mən hesab eləyirəm qadının sadəcə borcu deyil də yuvanı qurmaq. Yuvanı qurmaq əslində hər iki tərəfin borcudur. Həm kişinin borcudur həmən yuvanı qurmaq, həm qadının. Çünki əgər bu yuvanı qurmaq öhdəliyi sadəcə qadının üzərində qalarsa, bu hüquq tərəfdən yanaşırsınız, yoxsa ənənələr? Bu sosial tərəfdən yanaşıram. Həm qadın, həm kişi üzərindədir. Ənənə tərəfdən bəli, Sədaqət xanım vurğuladığı kimi, ənənə tərəfdən bəli Azərbaycanda qadın üzərinə bu öhdəlik qoyulur ki, bəli sən mən buna yük deyirəm. Əslində bu yükü bəli missiya, artıq bunu kişilər onun adını dəyişib missiya qoydular, amma mən bunu bir yük kimi vurğuluyorum. Çünki ailəni qoruyub saxlamaq mənəvi, psixoloji çox, hələ ki indiki zamanda, zamanın axımı çox sürətli gedir. Sənin iş yükün var. Eyni zamanda sən gəlib evdə uşağının dərsi, onun mənəviyyəti, çünki indi məsələn sosial platformalar çoxdur, uşaqlar oradan çox təsir altına məruz qalırlar. Sən o nəzarəti əldən verməməlisən.